Bu qoşmanı hansı vəziyyətlərdə istifadə etmək lazımdır? Nümunə ilə bir yerdə gəlin sizinlə müzakirə edək. Bunun üçün videonu sona kimi izləyin. Bez qoşması Azərbaycan dilinə siz, siz kimi tərcümə olunur. Birinci, bəlkə də çoxlarınız bilirsiniz, yəlik əvəzliklərində istifadə olunur. Bez minya, mənsiz, bez tibya, sənsiz, bez nivo ya da niyo, kişilərə, qadınlara aid, onsuz, bez nas, bizsiz, bez vas, sizsiz, bez nix, onlarsız. İkinci, rodительный падеж. Rodительный падеж yəli əvəzliyi deməkdir. Məsəl üçün, şəkərsiz, bez saxara, naharsız, bez obeda, susuz, bez воды, sütsüz, bez молока, kefsiz, bez настроения, uşaqlarsız, bez детей, yoldaşınız, arvadsız, belə deyək, halbuki sevmirəm o sözü, bez jeni. İndi ekranda görürsünüz tapşırıq və o tapşırığı edin şərh bölməsində yazın. Bundan əlavə, əzizlərim, özün sərbəst məşğul olaraq müəllimsiz, kurssuz, rus dilində B2 səviyyəsində danışmaq istəyirsənsə, mütləq mənim danışıq kitabımı əldə et. Ekranda göstərirəm bu kitabın üstünlüyü nədədir. Əldə etmək üçün də mütləq şəkildə qeyd olunan nömrəyə yazın. İstər çap, istər PDF halında əldə edə bilərsiniz. Rus hərflərini bilməsəz də yenə əldə edə bilərsiniz. Çünki istədiyiniz səhifəni açın. Hər bir cümlənin qarşısında transkripsiyası var. Ona görə mütləq əldə edin. İnanın ki, bir gün belə peşman olmayacaqsınız.